8 ildə eyni sözü deyirlər. Analar ağları qoyub, nə bilim, neyniyib, nə bilim, qardaş 8 il sən bezmirsən sən. Belə heç kim eləməyib sən kimi. Sən bunların gör o qədər təhlükəlidir, cəhmi səffandılar. Yəni qurban kəsməyə lazımdır onları. Subhanallah. Belə şişirdərlər ya təhlükəni. Başqa təhlükələr də o bilətlər yoxdur, ölüb bunun içində. Bunlar bunu şişirdiblər deyə o birisi təhlükələ görsənmir. Onlarda elhamdülillah bizdə elə deyil yəni. Biz bütün dinə müxalif olan şeyləri təhlükə sayırıq. Onların gözündə təhlükə budur. Onların gözündə təhlükə başqa təhlükənin o qədər yəni o qədər xırda eləyiblər ki, problem görməyiblər. Valla problem deyil də, aydındır deyir, jurnalistlərdir falan filan. Qədər rədd elə çıx. Aydındır, qədər rədd elə çıx. Yüz minlərlə insan var ya, davamlı. Bəli, gücü çatmaqdan əlavə himmə o deyil, maraq o deyil axı, maraq budur. Maraq bu 2 nəfərdir. Bunun dalınca düşənlərdir. Mən demirəm, düzdülər falan, bundan danışmıram, Emil, kim düzdür, kim səhvdir. Yəni, qədər bizdən çox rədd eləyən yoxdur. Amma sən tutduğun yol deyil axı bu. Sən tutduğun yol. İndi çıxıb deyəcək ki, o qədər səhv etdilər ki, indi çıxıb deyəcək ki, nə qədər danışmalıyıq ki? Nə qədər həddi var bunu? Bir dənə söz tapıblar. Nə qədər danışaq? 8 il, nə? 1 il danışaq, 2 il danışaq. O qədər cahil olasan ki, yəni savadsız. Yəni başa düşməyəsən ki, mən nə demək istəyirəm. Yəni bu sələfin yolu deyil bu yəni. Alimlərimiz də bidətdən danışıblar da, bidətçidən danışıblar, təhsil eləyiblər də. Sənə kimi heç kim eləməyib. Və bu da onu deməkdir ki, görsədir ki, qəsd Allahın rızası deyil. Oyun oynayırsan sən. Dünya da mənfəətdir. Biri çıxır, deyir ki, bir dəfə dedim, qutardı. Bir dəfə. Biri deyir ki, nə bilim, hər balaca məsələlərdir, buna görə nöş danışırsınız. Bəldən çıxışlar ol, bu nədir, çox danışır, bu nədir? Balaca məsələlərdir, şişirdirsiniz. Şişirdən yox deyir, biz sadəcə bilirik ki, bu hara gedir. Belə fikirlər nəyə aparır?